Azərbaycan prezidenti yanında strateji araşdırmalar mərkəzinin yaradılması vaxtında atılmış addım idi. Çünki qara qızılını intellektual qızıla çevirən Azərbaycan artıq siyasətində, iqtisadiyyatında, sosio-mədəni inkişafında intellektin gücünü daha da önə çəkirdi. Bu sözləri Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov strateji araşdırmalar mərkəzinin 5 illiyinə həsr edilmiş tədbirdə deyib. 5 il öncə atılmış bu addımın artıq bəhrələrini biz bugün görməyə başlayırıq. Strateji Araşdırmalar Mərkəzinin bu illər ərzində böyüməsi, boya başa çatması, müxtəlif layihələrə imza atması, yüzlərlə xarici ekspertlərin Azərbaycana dəvət edilib, Azərbaycanın və regional inkişafın onlarla birlikdə müzakirə edilməsi bir məqsədə xidmət edir. Azərbaycanımızın təbliği, Azərbaycanın inkişafımızın təbliği və Cənab Prezident İlham Əliyevin bugün Azərbaycanda apardığı səmərəli və uğurlu iqtisadi və siyasi islahatların bilavasitə müzakirəsi. Bugün Strateji Araşdırmalar Mərkəzi artıq regional və dünya səviyyəsində öz sözünü deməyi bacaran bir elm mərkəzidir. Bu qurumun adı çəkildikdə istər bölgədə, istər şimalda, istərsə də şərqdə və qərbdə Azərbaycanın səmərəli, işlək bir beyin mərkəzi olduğunu hamı qəbul edir. Elnur Aslanov bu fikirdədir. Bu illər ərzində Strateji Araşdırmalar Mərkəzi öz fəaliyyəti ilə istər Dağlıq Qarabağ münaqişəsinin araşdırması olsun, istər enerji istifadəsinin səmərəliliyinin artılması ilə bağlı müəyyən bir layihələr olsun, istər dini araşdırmalar olsun və s. və əl-axır istiqamətləri çox saymaq olar. Bu məsələlərdə Strateji Araşdırmalar Mərkəzi dövlət siyasətinin formalaşmasında, dövlət siyasətinin həyata keçirilməsində öz mühüm sözünü demişdir. Və bugün burada mən Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarını, bu gözəl kollektivi səmimi qəlbdən təbrik edirəm. Onların hər gün işlədiyi məsələlər Azərbaycan dövləti üçün, dövlətimizin inkişafı üçün, Azərbaycan cəmiyyəti üçün çox önəmlidir və əhəmiyyətlidir. Onlara bu ağır elmi işlərində gələcəkdə uğurlar diləyirəm. 5 il əvvəl 2007-ci il noyabrın 12-sində Azərbaycan Prezidenti İlham Əliyev Strateji Araşdırmalar Mərkəzinin yaradılması haqda fərman imzalayıb. Bu müddət ərzində Strateji Araşdırmalar Mərkəzi dünyanın 17 nüfuzlu beyin mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu qurumun dəvəti ilə 53 ölkədən 220-dən çox dövlət xadimi, ekspertlər onun tədbirlərində iştirak edib. 5 ildə 10 kitab, xeyli elmi nəşr dərc olunub. Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib ki, belə bir elmi mərkəzin yaradılması Azərbaycan üçün böyük yenilik idi. Çünki əvvəllər bu sahədə təcrübə olmayıb. Lakin 5 il ərzində mərkəz formalaşıb inkişaf etdikcə, dövlət başçısının diqqətini daim öz üzərində hiss edib. Bizim gələcəkdə olan planlarımız 5 ildə keçdiyimizdən əlbəttə ki, dəfələrlə çoxdur. Və biz bu etimada, Cənab Prezidentin etimadına arxalanaraq gələcəyə çox nikbin baxırıq və inanırıq ki, biz Azərbaycan həqiqətlərini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatları, Azərbaycan haqlı mövqeyini, Azərbaycan iqtisadi inkişafını və bütün digər çox geniş spektrdə olan məlumatları, məsələləri dünya ictimaiyyətinə layiqincə çatdıracağıq. Bu işdə bizim qeyd etdiyim kimi həm maddi-texniki bazamız, həm də ki, insan resurslarımız mövcuddur. Strateji Araşdırmalar Mərkəzinin rəhbəri inanır ki, indiyədək mərkəzə dəstək verən qurum və şəxslərlə gələcək əməkdaşlıq yeni səviyyədə daha da səmərəli nəticələr verəcək. Strateji Araşdırmalar Mərkəzi 5 il ərzində yaxından əməkdaşlıq etdiyi həmin şəxslərdən bir qrupunu mükafatlandırıb. Strateji Araşdırmalar Mərkəzinin mükafatlarına layiq görülənlər Azərbaycan Diplomatik Akademiyasının prorektoru Fariz İsmailzadə, Türkiyənin Azərbaycandakı səfiri İsmail Alpacoşqun, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə, Parlamentin Beynəlxalq Əlaqələr və Parlamentlər Arası Münasibətlər Komitəsinin sədri Səməd Seyidov, millət vəkilləri Asim Mollazadə, Rasim Musabəyev, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin sədri Camal Yanğın, Azərtacın baş direktoru Aslan Aslanov, APA Holdingin prezidenti Salə Mahir qızı Azərbaycan Futuroloji Araşdırmalar Cəmiyyətinin sədri Reyhan Hüseynovadır. Təbii ki, müasir universitetin nəzdində həm gözəl təhsil, həm də eyni zamanda
araşdırma, tədqiqat olmalıdır. Biz bu tədqiqat funksiyasını çox uğurla Strateji Araşdırmalar Mərkəzi ilə birlikdə edirik. Bizim professorlarımız SAM-ın tədbirlərində iştirak edir. Biz onların əməkdaşlarını öz tədbirlərimizə dəvət edirik. Birgə nəşrlər olur, birgə kitablar olur və bu 5 ildə doğrudan da Strateji Araşdırmalar Mərkəzi çox böyük bir yol keçib. Azerbaycan'ın dünyaya anlatmak istediği bir hikayesi var, bir hedefi var ve aynı zamanda bölgedeki sorunlarla ilgili doğruyu, gerçeği de dünyaya anlatma ihtiyacı var. Böylesine bir faaliyet ve gayret içerisinde olan bir Azerbaycan, Türkiye Cumhuriyeti'nin destek verdiği değil, gücünden istifade ettiği bir ülkedir. Dolayısıyla SAM'ı bu olağanüstü çalışmaları için ben tebrik ediyorum. Başarılarının devamını diliyorum. Ben uzun iller elmi fəaliyyətlə məşğul olmuşam. Amma sözün əsl mənasında yaxşı mənada qibtə etmək olar. Kısa zaman kəsiyində Strateji Araşdırmalar Mərkəzi Azərbaycanın uğurlarını, Azərbaycanın inkişaf modelini dünyaya tanıdan ən güclü elmi mərkəzlərdən birinə çevrilmiştir. Bizim gələcəkdə görəcəkli işlərimiz çoxdur və bu işlər içərisində sizin mərkəzinizin, sizin intellektinizə böyük ehtiyacımız var. Bu Azərbaycanın birinci qurumudur ki, orada istedadlı gənc alimlər, araşdırıcılar, mütəxəssislər vətənə və dövlətə xidmət eləmək üçün imkan qazanıblar. Mənim bir arzum var ki, SAM-da bugün dövlətinə, xalqına xidmət eləyən gənclər ən yüksək səviyyədə Azərbaycan dövlətinə xidmət eləyə bilsinlər. Mən özümü bu kollektivdən ayırmıram. Müəyyən mənada ştatdan kənar SAM-ın bir əməkdaşı kimi də bu hədiyyəni qəbul edirəm və gələcəkdə sizə də, özümə də bu sayədə uğurlar arzu edirəm. Beş illik yubiley tədbirində qeyd olunub ki, Strateji Araşdırmalar Mərkəzinin həm maddi-texniki bazası, həm də insan resursları üzərimizə düşən işləri keyfiyyətlə yerinə yetirməyə imkan verir. Çünki Strateji Araşdırmalar Mərkəzinin intellektual potensialını əsasən gənc, istedadlı və perspektivli analitiklər təşkil edir.